Diabetik ketosidoz əsasən tip 1 diabetli xəstələrimizdə müşahidə olunsa da, bəzi hallarda tip 2 diabetli xəstələrimizdə və hamilə xəstələrimizdə müşahidə olunur. Tip 1 diabetli xəstələrin 25-30%-də ketosidoz olur. Diabetik ketosidozun yaranmasına təsir göstərəcək bəzi faktorlar var. Məsələn, keçirilmiş infeksiyaların olması, xəstənin miokard infarktı keçirməsi, pankreatitin olması, travma, yanıqların olması, karbohidrat mübadiləsini pozan dərmanların qəbul olunması, bəzi endokrinoloji xəstəliklərin olması, akromeqaliya, Cushing, hipertiroidi buna misal göstərə bilərik və həmçinin insulin dozalarının düzgün vurulmaması, səhv aparılan diyetlərin olması, bəzi hallarda isə tip 1 diabetli xəstələrimiz artıq çəkidən və hipoglikemiya çox yaşanması hallarından qorxaraqdan insulin dozalarını düzgün ayarlamırlar və bu zamanda ketosidoza meyillilik daha çox olur.